أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا ونبينا وخاتم النبيين أبا القاسم محمد. اللهم صل على محمد وآله وأهل بيته الطيبين الطاهرين وعلى أصحابه المكرمين، ولعنة الله على أعدائهم أجمعين الآن إلى يوم الدين. قال الحكيم في كتابه الكريم: الذين جاهدوا فينا لنهدينهم سبلنا وإن الله مع المحسنين. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefkahu kavli. Sadaqallahul aliyyul azim. Peygamber, Ali Peygamber hakkında bir salavat hediye eləyək. Allahümme salli ala Muhammed. Biya, avliya, avsiya, şühada, aziz şahitlerimiz, aramızdan giden müminələr, boynumuzda hak olanlar hakkında da bir salavat hediye eləyək. İbadet itaatlerimizin, meclisimizin qəbuluna ve her o şahsi ki Hüseyin Aleyhisselam'ı yad edib, Peygamber Aleyhisselam'a təsliyyət vermək üçün Əli Aleyhisselam'a, Xanım Fatimə Zəhraya, Xanım Zeynəbə, İmam Həsənə təsliyyət demək üçün dərdlərinə şərik olmaq niyyəti ilə ki Allah evinə qədəm basıb və dünyanın hər o yerində ki bu məclisi keçirdirlər, ya evlerde de olsa yad elirlər, onların da salametçiliyine bir salavat hediye eləyək. Allahümme salli ala Muhammed. Allah bizim bu meclisimizi biriye kabul etsin inşallah. Ve dünya ahirette Hazreti Hüseyin Aleyhisselam'ın ziyaretinden, ahirette şefaatinden bir nasip eləməsin. Bu günlerin İslam'ın ilk ayı Muharrem ayının başlangıç günleridir. Dünen gece Muharrem'in birinci gecesiydi. Bugün gündüz Muharrem ayının biri, indi ise Muharrem ayının ikinci gecesi başlıyor. Aşura hadisesi tarihine dikkat etsek, hicret təqvibiyle 61. ilde baş veribdir, cümə günü baş veribdir. Eğer milad tarihiyle dikkat etsek, bu hadise 680. ilde Oktyabr ayının 12'sinde hesaplamalara göre Hz. Hüseyin Aleyhisselam'ın Kerbela hadisesi baş vermiştir. Təxminən 14 əsrdir ki bu Hüseyin'e olan məhəbbət, eşq gəlib bizlere çatıbdır ve dünyanın heç bir sultanları, heç bir hakimiyyəti bu eşqi, məhəbbəti bizim kalbimizden çıkarda bilmeyipti. Hz. Hüseyin Aleyhisselam'ın bu merasimi, bu meclisi dünyada hiç bir mektep, hiç bir ülke, hiç bir dinde bu əzəmətdə buna tay olan ne meclis var, ne 14 əsrdən bugüne kimi onları kimse yad eləyə bilər. Hiç bir mektep bunu görməzdir. Dünyanın birçok zalim hükümdarları, hatta Bəni Ümeyyə kimi zalim İslam'a rəhbərliyi qəsb eləyən bir nəsil 100 il Hz. Hüseyin Aleyhisselam'ın atası Ali ibn Ebu Talib Aleyhisselam hakkında bu minberlerde Hz. Hüseyin Aleyhisselam'ın atasını təhqir edib söydürüblər. Bunu bilirsiniz. Bir şəxs ki Peygamber Aleyhisselam'ın varisi, yer üzerinde Allah'ın peygamberinden sonra Allah
Allah'ın yer üzerinde olan hücceti ve Kur'an'da ne buyurur? يَوْمَ نَدْعُوا كُلَّ اُنَاسٍ بِاِمَامِهِ. Açık aydın Kur'an bizlere buyuruptur ki kıyametin gününde sizin hamınızı məhşərə bi-imamihim, öz imamlarınızla çağıracaq, gətirəcək sizi məhşərə. Daha peyğəmbər demir, nəbi demir, rəhbər demir, xəlifə demir, sultan demir, padşah demir. Kur'an açıq aydın buyurur ki yavmə nəd'u, sizin hamınızı qiyamətin günündə məhşərə bi-imamihim, dünyada kimi özvə imam bilmisən, onunla səni gətirəcəyəm. Hansı ümmətə, hansı məktəbə, hansı şəxsiyyətə məhəbbətin olub, eşqin olub, əqidəndə onu saflaşdırmısan, mərifətlə tanımısan, Allah buyurur, qiyamətdə də ondan qalxarsan. Bu günlərim siz əzizlər vücudunuzda o həzrətin nuraniyyətini görə bilərsiniz. Yəni belə bir Hüseyin əleyhissalamın atasını 100 il imaməti bu minbərlərdə ki Kur'an oxunub, peyğəmbər hədisləri söylənilibdir. Ondan ötəri bütün vücudun verən Əli ibn Əbu Talib əleyhissalamı təhqir elədilər, amma yenə də bu mərasimi yığışdıra bilmədilər. Hətta ağsaqqallar bilirlər, 50-60 il bundan qabaq olan kommunist rejimində də bu məclislərə heç bir şey eləmədilər. Amma bir adət var idi ki, o adət bugün də var. Elə ki, məhərrəmlik başlayırdı, harda yaxşı filmlər, konsertlər vardı, televizorda verərdilər bu ayda ki, cəmaat ona baxsın. Və həmçinin bu ay gələn kimi filosofları, münafiqləri, kafirləri, ateistləri hamısını salardılar, qəzetlərə məqalələri verərdilər ki, təhqir eləyərdilər, tənqid eləyərdilər və ilaxirə. Bugün də görsən yenə həmən şey. Harda İslamın düşməni var, bu günləri necə deyərlər, xoda düşübdür. Atası məlum deyil, əqidəsi məlum deyil, İslamdan bildiyi bir kəlmə söz yoxdur. Amma baxırsan ki, məhərrəmlikdən danışır, Kur'andan danışır, tənqid eləyir, falan eləyir ki, İslamiyyətdə belə şey yoxdur. İslamda belə bir şey yoxdursa 1400 ildir cəmaat İmam Hüseynə niyə ağlayır? Məgər İslam 1400 il bundan qaba səndən az bilirdi? Sənin etiqadın yoxdur. Sən İmam Hüseyni tanımırsan, sən Peyğəmbər tanımırsan, özündən özvə bir dənə din düzəltmisən, o sözü ki deyirsən, əlbəttə sənin o dininlə, yəni o dinsizliyinlə bizim işimiz yoxdur. Sənin də bizim məclislərimizlə işin olmasın. Bəzi nadan cahillər də deyirlər ki, bizim şəhidlərimizə ağlamırlar, gedib ərəbə ağlayırlar. Əvvəl onu deyək ki, o şəhidlər bizim başımızın tacıdır, bizim qeyrətimizdir, bizim dövlətimiz onların qanının hesabına, bizim bu ölkəmiz, bizim məclislərimiz həmin şəhidlərinin qanının hesabına olubdur. Onlar kimliyindən asılı olmayaraq hörmətə layiqdir, əzizimizdir. Bu barədə bir hərif ola bilməz ki, kimsə nəsə desin. Onların içində nə qədər Hüseyin deyənlər şəhid olub, canlarından keçiblər. Ya hər nə? Biz onlara həmişə məclislərdə, hər namazımızda biz onlara rəhmət oxuyuruq, dua eləyirik və onları əziz tuturuq və onların da şəhadətində getmişik, iştirak eləmişik. Mən özüm təxminən ən azı yadıma gələn budur ki, 20-yə qədər şəhidi qolumu çirməliyib, qusulun verib dəfn eləmişəm. İndi burada başqa, amma vaxt var bunları eləmişik və bir neçə dəfədə elə özümüz də ora, həmin o səngərə qədər getmişik ki, biz onlarda da bir çoxu bizim əzizlərimiz, balalarımız, tələbələrimiz olublar. Kim bizə o haqda nəsə deyə bilər? Və onların da məclislərində həmişə lazım olan məsələləri biz eləmişik. Amma o başqa məsələ, dini əqidə, tamam başqa. Dinim mənə 1400 ildir bu məsələni deyib, yol göstərib və Peyğəmbər əleyhissalamın əhl-i beyti və ondan sonraki sahabələr tarixdə nə qədər var ki, biz bunlardan mən əvvəlki mövzularda çıxış eləmişəm, göstərmişəm bütün dəlilləri İslam kitablarında. Həmişə tarixdə biz qeyd eləmişik, bütün Peyğəmbərlər ta Peyğəmbər əleyhissalamda və ondan sonraki əhl-i beyt və sahabələr Peyğəmbərin buyurduğu sünnətə əməl olaraq Həzrət Hüseyin əleyhissalamın aşurasını yad eləyiblər və ağlayıblar. Həzrət Peyğəmbər əleyhissalamın özünün sağlığında Həzrət
Cəbrail əleyhissalam nazil oldu və buyurdu ki, ya Resulallah, Hüseyni çox sevirsən, çox məhəbbətin var. Bəli, ey Cəbrail. Ya Resulallah, bir gün gələcək, sənin ümmətin onun saqqalın qana boyayacaqlar. Həzrət Peyğəmbər əleyhissalam ağladı və bu şeylər dəfələrlə təkrar olubdur. Və odur ki, Həzrət buyurur ki, hər kəs mənim Hüseynimə ağlaya, ya qəmli ola, qiyamətin günündə mənim yanımda olar, mənimlə məhşərə gələr. Çünki Peyğəmbər əleyhissalam nə buyurur? Hüseynu minni. Hüseyn məndəndir, mənim canımdır. Həzrət Hüseyn əleyhissalamın eşqi, məhəbbəti, baxın, hamımızda irisi keçmədi ki, bizim vücudumuzda Allah onu oturtdurubdur. Çünki hədislərdə də biz görmüşük ki, Peyğəmbər əleyhissalam dünəndə qeyd elədik. Nə buyurur? Həzrət buyurur ki, Hüseynin məhəbbəti elə bir məhəbbətdir ki, İnnə li qətləl Hüseyn hərarətən fi qulubil müminin la təbrudu əbədən. Həzrət buyurur ki, möminlərin qəlblərində, imaməti tanıyanların qəlbində və hətta bu günlərim görünür ki, imaməti tanımayan, vicdanı olan, qəlbində rəhim atifəsi olan bütün insanların qəlbində Hüseynin eşqi yanır ki, Həzrət buyurur ki, qiyamət gününə qədər heç bir vaxtı bu alov sönməyəcək. Bu ayə ilə də təsdiq olub. Hansı ayə? Tövbə surəsinin 32-ci ayəsində Allah Teala buyurur: "Yuriduna an yutfi'u nurallah bi afwahihim ve ya'ballahu illa an yutimma nurahu velau karihal kafirun." Onlar Allahın nurunu ağızlarının üfləməsiyle söndürmək istəyirlər. Allah onların xoşuna gəlsə də, gəlməsə də, onlar istəsə də, istəməsələr də öz nurunu tamamlayacaq. Şimdi baxın, yəba sözü iba kökündəndir. Yəni bu ayədəki kəlmə. Yəni qətiyyətlə imtina etmək və hər hansı işin qarşısını almaq mənasındadır. Yəni Allah Teala buyurur ki, nuru söndürmək üçün hər nə iş görürsən gör. Yəbənin mənası budur. İstəyirsən internetə qoşul, istəyirsən internetdə çıxış elə, istəyirsən konferansa çıxış elə, istəyirsən dünya konferansı çağır, orada çıxış elə. Hər nə eləyirsən el, yəbənin mənası budur ki, bütün vasitələrdən istifadə etmək. Allah buyurur, əgər bütün vasitələrdən istifadə eləsən, yenə Allahın nurunu söndürə bilməyəcəksən. Niyə? İmam Səcad əleyhissalam Süleyman Bəlxi Hənəfinin Yanabi'ül Məvəddə kitabının 117-ci səhifəsində bir hədis yazıb. Mən onu təxminən 40 il bundan qabaq ziyarət eləmişəm, həmin o şəxsi. O bizim əhl-i sünnə qardaş əzizlərimizin alimidir. Amma yazdığı kitab hamısı Qur'an ayəsi ilə əhl-i beytin şərəf, izzət, fəziləti haqqında olan ayələri toplayıb. O bu ayədən hədis nəql eləyir. Hədis İmam Səccad əleyhissalamdandır. İmam Səccad əleyhissalam bilirsiniz ki, Həzrət Hüseyn əleyhissalamın yeganə varisi idi ki, Kərbəlada sağ qaldı. Həzrət buyurur ki, bu ayədə göstərilən Allahın nurunda məqsəd bu imamətdir. 1400 ildir imamın üstünə düşüblər, bir nəticəsi olur? Heç bir vaxtdır. Allah buyurur ki, siz nə qədər mənim imamətimi, mənim hüccətimi yer üzərində çalışasınız, sözlərlə, filanlarla, heç sizin ağzınızdakı o üfürmənin də təsiri o Şama etmədiyi kimi təsir eləməz. Yəni bu məclisi Allah istəyir. Amma bu məclisin istəməyən hansısa bir şəxsidir, hansısa bir zalimdir, hansısa bir nadandır ki, 1400 il onlardan çoxları gəlib gedib indi torpağın altındadılar. Amma nə oldu? Mənim yaxşı yadımdadır, 85-ci il səhv etmirəmsə, bir il aşağı yuxarı olar. Hər ildə Aşura keçirilərdi ki, bizdə meçiddə, mən danışam Göyçay meçidindən, qapıdan içəri girmək üçün sənə yarım saat vaxt lazım idi. O qədər Hüseyn aşiqləri, böyük, kiçik, getmək mümkün deyildi. Yarım saat çəkirdi ki, sən meçidə daxil olasan. Həmin vaxtı, yəni 85-ci il 7 noyabr, yəni SSR dövlətinin bayramı, yəni dövlətin qurulduğu 7 noyabr
Yağmur gəldi, Aşura gündən üst düşdü. Hər il bütün mərkəz şəhərlərdə, o cümlədən Göyçay, Gəncə, Lənkəran, misal üçün bütün rayonlarda parad keçirilərdi. Mən də o paradlarda iştirak eləmişəm. 1 mayda, 7 noyabr bu keçmiş SSR-nin bir qanunu idi. Hamı gəlirdi, əlində bayraq, çal, oyna filan. Keçərdik o paraddan, gedərdik bir urra deyə. Heç bir vaxtı mən görməmişdim ki, Aşura günündə elə bir iş görsünlər ki, bizi təhqir eləsinlər. Bu şeyi görməmişdim. Amma 85-ci ildə gətirdilər həmin paradı, bilə-bilə düz meçidimizin qarşısından zurna qabanla başladılar cəmaatı, məktəbliləri keçirtməyə, çalıb oynamaqla. Biz də ya Hüseyn deyirdik meçiddə. Kim idi? Ermənistandan gəlmişdilər, ya Moskvadan gəlmişdilər. Bugünkülər kimi bir insan idi də, Azərbaycanlı idi. Nə oldu? İndi torpağın altındadılar. Ama baxın maşallah, Bakıda gör neçə dənə meçid, 2000 meçid olubdu. O dövrlər respublika, 3 respublika idi. Buna deyərdilər Zaqafqaziya Respublikası. Ermənistan, Gürcüstan və Azərbaycan 17 dənə meçid var idi. 17 dənə meçid, onun neçəsi təxminən. Biri də Göyçay meçidi, Gəncə, Bakı filan. Belə məclislər keçirilirdi ki, baxın, indi 2000 məscid var. Maşallah gör 2000 məsciddən neçə yüzündə bu məclis keçirilir. Mən bunu niyə misal çəkirəm? O gənclərə deyirəm ki, hanı o dövlətlər kim dünyaya ağalıq edirdilər? Yenə bacara bilmədilər Hüseynlə. Hüseyn məclisləri ilə bacara bilmədilər. Bugün elhamdülillah baxırsan ki, cavanlar, xanımlar İmam Hüseyn eşqi ilə, məhəbbəti ilə bu məclislərə gələrlər və iştirak eləyərlər. Allah'ın verirəm öz izzətinə ki, bu ayədə buyurmuşsan ki, ilahi, sən buyurursan ki, heç bir vaxtı onlar bu nuru söndürə bilməyəcəklər. O insanları ki, bu günlərin bu məclislərdə iştirak eləyir. Və o cümlədən imkanı yoxdur, amma qəlbi bu məclislərdədir. Onların qəlbində olan Hüseyn nurunu dünya ahirətdə onlara həm vücuduna, həm cisminə, həm ruhuna möhkəm bərkitməklə onları dünya ahirətdə Hüseynlə, necə deyərlər, Hüseynin şiəsi olaraq məhşur eləcəkən. Bir var dünyada Əbu Süfyan şiəsi, bir var Əlinin şiəsi. Bunları biz qaçışdırmayaq. Şiə deməkdə bizim düşündüyümüz şiələrdən söhbət getmir. Mən hər dəfə bunu deyirəm. O insan ki, Əlinin şiəsidir, imamətin aşiqidir, Hüseyn aşiqidir. Milləti, ölkəsi fərq eləməz. Elə onlar Hüseynin şiəsi. O insanlar ki, Məkkədə, Məkkənin içindədirlər, Kəbənin içindədirlər. Onların da bir çoxu Muaviyyənin şiəsidir. Odur ki, istəyərlər həmişə ki, İmam Hüseyn aşiqlərin qanın töksünlər ki, həmişə də bu şeylər olub. Yəni, bu şeyləri biz səhv salmayaq. Bəli, Hüseyn əleyhissalamın məclisləri qeyd elədiyimiz kimi bizim üçün əzizdir. Biz bu məclislərdə keçən dəfə qeyd etdiyim kimi imanımızı gücləndirik, əqidəmizi gücləndirik. İmamımızın o məclisi ki, şərafətli keçsin deyə bu məclislərə gəlirik və iştirak edirik. Və bilin ki, sizin qəlbinizdəki olan bu eşq, sizin aldığınız hər nəfəs sizin üçün ibadət yazılır. Əgər bu vəziyyətdə dünyavızı dəyişsəniz, Həzrət Peyğəmbər əleyhissalam buyurur, o şəxs dünyadan şəhid köçübdür. Və Həzrət buyurur ki, mənim balam Hüseynin ziyarətinə gələnlər, mənim balam Hüseynin məclisinə gedənlər bilsinlər ki, Allahın məxsus mələkləri onların istiqbalındadır. Həzrət buyurur ki, həmin o mələklər 4000 mələkdir ki, Həzrət Hüseyn əleyhissalam Kərbalaya gələndə Həzrəti orada istiqbal ediblər və Həzrətlə baham olublar. Odur ki, bilin ki, siz hansı məclisdə əyləşmisiniz. Bir məclis ki, o məclisin başında Peyğəmbər durur. Allah nəzarət eləyir. Xanım Fatimə Zəhra əleyhissalam bu məclisin öz balasının məclisini bilib, o özü bu məclisdə iştirak eləyir. And ola bu məclisin sahibinə, qəlbin əgər Hüseynə onun mərifətlə tanımağa və onun nuraniyyətini daşıyırsa, daşımağa layiqdirsə, hər nə burada istəsən Allahdan heç bir vaxt əli boş qayıtmayacaqsan. Heç bir vaxt.
vaxtı. Bu Allah peyğəmbərinin və imamlarının vədəsidir. Qur'an-ı Kərim əvvəl oxuduğum ayədə buyurur, o şəxslər ki, əl-ləzinə cahədu fina. Allah buyurur, o şəxslər ki, bizim yolumuzda cihad eləyərlər, yəni səy eləyərlər. İnsan gedər döyüşdə iştirak eləyər, qeyrəti üçün, vətəni üçün canından keçər, ona deyilər şəhid, Allah yolunda canından keçər. Amma bəzi məqamlarda var ki, onlara gərək biz diqqət eləyək. Şəhid olmaq heç də çətin bir şey deyil. İnsan üçün qorxmaz, fədakar, şücaətli insanlar üçün şəhid olmaq ən şərəfli bir işdir. Heç bir çətinliyi də yoxdur. Görürsən ki, nə qədər şəhidlərimiz, müharibə başlayanda nə qədər cavanlarımız gəldilər, hərbi komissarlıqda mübahisə edirdilər, dava salırdılar ki, mən də gedirəm. Yəni şücaət, mərdanəlik. Amma bundan da şərəfli Allah yanında bir şey var. Bundan da şərəfli odur ki, insan bütün həyatında şəhid kimi yaşayan və əsas nöqtə budur. Şəhid olmaq, gedərsən bir an şəhid olarsan, amma bir ömür şəhid kimi yaşamaq daha fəzilətlidir Allah yanında. İnsanın əqidəsi onu dünyadan şəhid kimi dünyadan aparar. Necə ki Qur'an oxuduğum ayə nə buyurur? O şəxslər ki bizim uğurumuzda çalışarlar, təfəkkür eləyərlər, elm məclislərində iştirak eləyərlər, əzadarlığa gələrlər, Peyğəmbər sözünü eşidərlər, bu cihaddır. Allah buyurur ki, fina, yəni bizim uğrumuzda. Bax, bu məclisimiz həmin o Allahın uğrunda olan cihadın hökmündədir. Lənəhdiyənnəhum. Allah buyurur. Buyurur ki, biz onları şübhəsiz, ərəb dilində bir var, nəhdiyənnəhum deyilə. Biz onları hidayət eləyərik düz yola. Amma bir də var ki, lə hərfi gələndə elə bil ki, mən səndən danışıram, görürəm ki, sənin şübhən var, başlayıram demək ki, əzizim, mütləq, şübhəsiz, heç şübhə eləmə, vallahi, və yaxud da ki, and içirəm. Ərəbdə bir dənə xüsusiyyət var, lə sözün gətirər, Allah bunu ilə sənə demək istər ki, şübhə eləməginən, lə nəhdiyənnəhum, biz onların hamısını düz yolda, Hüseyin yolunda, öz yolumuzda hidayət eləyərik və buyurur ki, subulənə, öz yolumuzda hidayət eləyərik və İnnallaha la'al buyurur ki, həqiqətən Allah mühsinlərləndir. Mühsin kim? Yəni sizlərlə. O insanlar ki, Hüseyin eşqi ilə bu məclislərə gələrlər və bu məclisin mənasını dərk eləyərlər, başa düşərlər, təfəkkür eləyərlər. İmam Həsən Əskəri əleyhissalam məclisdə söhbət eləyirdi, Həzrət üzün tutdu sahabələrinə, buyurdu ki, mənə deyin görüm, Allah yanında ən üstün əməl nədir? Biri buyurdu ki, yabna Resulillah, namaz qılmaq. Dedi, yox. Biri dedi ki, yabna Resulillah, oruç tutmaq. Yox. Biri dedi ki, cihad eləmək. Dedi, yox. Zəkat, xums vermək Allah yolunda. Yox. Həccə getmək. Yox. Nə qədər başladılar, saydılar. Dedilər, yox. Yabna Resulillah, bunlar ki, ən üstün əməllərdir. Namazsız insan dünyada hər nə eləsə, Allah onun qəbul eləməyəcək. Gərək tövbə eləsən, Allaha bəndəçilik eləyəsən, alnını qoyasan səcdiyə, deyəsən Allah, mən sənin bəndənəm. Ondan sonra gedirsən, nə qədər əməli salih olsan, Allah sənin bütün əməlləri qəbul eləyəcək. Necə Peyğəmbər s.ə.v buyurur ki, qiyamətin günündə qalxarsan, namı-i əməluvu açarlar, baxarlar, örtərlər. Deyərlər, gəl keç sağ tərəfə, birinə də deyərlər, gəl keç sol tərəfə. Axı ilahi, mən dünyada yaşamışam, bax ki, orada mən nə qədər xeyirxah işlər görmüşəm, belə eləmişəm, elə eləmişəm, deyəcəklər, ehtiyac yoxdur. Niyə? Çünki Peyğəmbər s.ə.v buyurur ki, açarlar ilk səhifədə, indiki dillə desək, ilk qrafikada bir dənə plyus qoyulubdur ora. Sənin namazın qəbul olubdur orada. Buyururlar ki, səninki namazın dünyada qəbul olubdur, qılmısan, bütün əməllərin qəbuldur. Get sağ tərəfə. Əgər sənin açarlar, baxarlar ki, orada plyus yox, minus qoyulub, yenə örtərlər. Desən ki, mən belə eləmişəm, ehtiyac yoxdur. Allaha ki, bəndəçilik eləməmsən, sənin heç bir əməlin qəbul deyil, keç bir tərəfə. Amma etdiyin yaxşılıqların Allah dünyada sənə əvəzin verəcək. Sən desən ki, ilahi, mən bu qədər iş görmüşəm, belə eləmişəm, deyəcək, mən də sənə dünyada bu şeyləri vermişəm. Daha burada sənin bir şey yoxdur.
yoxdur. İnsan gərək namazın qıla, namazı gərək tərk eləməyə. Odur ki, siz ki bu İmam Hüseyin əleyhissalamın məclisinə gəlmişsiniz, bu məclis bir növ İmam Hüseyin əleyhissalamın hədəfidir. Həzrət buyurdu ki, bunların heç biri deyil. Yəbnə Rasulullah, bəs hansı əməldir ki Allaha daha xoş gəlir? Sizin dediyiniz namaz, oruc, həc filan, bütün bunlar hamısı Allah yanında çox gözəl dərəcələri var. Fəzilət-i ilahidir və bunlar Allahın buyurduğu əmr elədikləridir. Amma Allah bir söz buyurubdur. O ən fəzilətlisidir. Nədir? Yəbnə Rasulullah. Həzrət buyurdu ki, o təfəkkür etməkdir. Təfəkkür əhli olmaqdır. İnsan eşitdiyi hər bir şeyi gərək təfəkkürlə düşünə, səbəbin düşünə, gördüyü əməllərin səbəbin düşünə. Namaz qılırsa bilsin niyə namaz qılır. Oruç tutursa bilsin niyə oruç tutur. Yoxsa oruç tutub gedir başqa işlərə, ona heç nə acılıqdan başqa bir şey yazılmayacaq. Namaz qılır, amma baxırsan ki, əxlaqa zidd hərəkətlər eləyir. Onun namazına bir şey verməzlər. Amma bir insan ki, təfəkkür əhli oldu, o insan nə etməlidir? Bilsin ki, Allah yanında təfəkkür əhlinin xüsusi bir çəkisi var. Bir gün İmam Rıza əleyhissalam minbərdə moizə eləyirdi. Bu zaman bir cavan məclisə daxil oldu. Bilirsiniz ki, məclisin adət ənənəsi var. Yəni nə? Başda alimlər oturar, möminlər oturar, seyidlər oturlar. Bunlar məsəl üçün hacıdır, ağsaqqaldır. Bunlar ehtiram əlamətidir. Gördülər bir cavan girdi içəri. Girəndə cavan oturmağa yer axtarırdı. İmam durdu ayağa, cavanı çağırdı, gətizdirdi, otuzdurdu yanında. İtiraz elədilər, Yəbnə Rasulullah, biz ağsaqqal, biz filan kəs, bəhman kəs, Bəni Haşim, Peyğəmbər balası, seyyidlər, sən bunu kimdir ki, bunu gətirdin, otuzdurdun yanında? Həzrət buyurdu ki, bu şəxs bütün mənim sözlərimi və cəddilərimin sözlərini və Qur'anın sözlərini eşidər, hamısı haqqında fikrə düşər, düşünər, səbəblərini axtarar. Bu alimdir. Bu alim olduğuna görə hamıdan əfzəl və əzəmətlidir, ona görə gərək burada otura. Görün nə qədər insanın düşünmək, təfəkkür əhli olması, alim olması Allah və onun Peyğəmbər və imamları yanında fəzilətlidir. İnsan gərək bunu fikirləşə və düşünə. O alimlərimiz ki, bizlərə dini başa salıblar, Qur'anı təhlil eləyiblər və onların hesabına bu din gəlib çıxıb 1400 ildən bəri şəhid olublar və həmsinin bir neçə il bundan qabaq, yəni belə deyək, kommunist dövründəki 37-dəki onları şəhid elədilər. Onları yad eləmək bizim borcumuzdur. Onları unutmamaq bizim borcumuzdur. Onları yad eləyək, haqlarında bir salavat hədiyyə eləyək. Hazreti Hüseyin əleyhissalamın bir şuarı var ki, bu şuarı biz hər il səsləndiririk və başımızın üstündə həmişə həmin şuarı bir bayraq kimi görürük. Əlbəttə, siz hamınız istəyirsiniz ki, Hazreti Hüseyin əleyhissalamın Kərbəla müsibətindən danışılsın. Bunlar çox gözəldir. Amma onları düzgün başa düşmək bir məsələdir ki, gərək bu biz məclisimizin səbəbini axtaraq. Hazreti Hüseyin əleyhissalam nə üçün inqilab elədi? Hazreti Hüseyin əleyhissalam nə üçün bu hadisələrlə üzləşdi? Həzrət buyurur, Əyyuhənnas, İnnə Rasulallah qal, Cəddim Rasulullah buyurdu, Mən rəə sultanan cairən, müstəhillən li haramillah. Əgər bir sultanı gördün ki, cairdir, yəni haramlalı halal eləyib. Baxın, Yezid o dövrdə nə eləmişdi? İslamın rəhbəri idi, amma haram içirdi, itlə oynayırdı. Necə bir günlərim var ya, itlə oynayanlar. Bir yetimə deyəndə ki, 15 manat çıxart vermir. Amma gündə itinə nə qədər dərmanına 100-200 manat pul verir. Elə Yeziddən qalmadı bu. Yezidin də bir dənə iti var idi. Həmişə gələrdi məclisində, sarayında ondan oynayardı. Bir dənə də meymunu var idi. O meymun öləndə çoxlarınız bilir. Mən bunlara deyirəm ki, eşitməyənlər eşitsin.
etsinlər. O öləndə yas saxladı Yezid. Amma İmam Hüseynə yas saxlamağa icazə vermirdi. Və o münafiqlər gələrdi Yezidə başsağlığı verərdilər ki, narahat olma günan, Allah kessin, Allah bağışlasın. Belə bir dövrdə İmam Hüseyn əleyhissalam bu sözləri buyurubdu ki, Allahın haramlarını halal eləyə, hər kəs ki bunu görə, naqsən əhdahu muxalifən li sünnəti Rasulillah, borcudur ki, boynunda bir haqdır ki, Həzrət buyurur ki, onu ilə müxalifətçilik eləsin, ona qarşı çıxsın və yəməlu fi ibadillah bil ismi vəl udvan fələm yuğayyirə aleyhi bi fi'li və la qavlin kənə haqqən alallah ən yudxiləhu mudxiləhu. Həzrət buyurur ki, Peyğəmbər əleyhissalamın sünnəsidir ki, o şeylərə qarşı çıxa, Allahın qoyduğu hədləri ki, onlar aşıblar, təcavüz eləyiblər, onlara canları ilə çıxmalıdırlar, onlara qarşı. Əgər onlara qarşı çıxmasalar, Həzrət buyurur ki, Allah o şəxsi həmin hakimlə bahəm cəhənnəm oduna daxil edəcək. Həzrət bu sözü deyir və bunu ilə Həzrətin inqilabı başlayır. Həzrətə buyururlar ki, ya Hüseyin, nə istəyirsən sən, get ibadətü elə, itaətü elə. Amma Həzrət Hüseyin əleyhissalam neynir? Bu səbəbdən. Çünki onun başında duran sultan, müsəlmanların başında duran sultan ancaq dünyası ilə, ancaq zahiri ibadəti ilə məşğul idi. Amma Həzrət Hüseyin əleyhissalam dedi, mən belə bir hakimi tanımaram və qiyam eləyir. Qiyamında bir söz buyurur. Və innəmə xərəctu li talabil islah fi ümməti cəddi. Uridu ən əmrə bil ma'ruf və ənhə anil munkar. Həzrət buyurur ki, mən ki bunları görürəm, artıq millət azıbdır. Allahın qanunların yadlarından çıxarıblar, adları fəqət müsəlman olub. Mən istəyirəm ki, cəddim gətirdiyi İslamı, dini bərpa eləyəm. Müsəlmanları düzgün yola, islah olmuş yola hidayət eləyəm. Baxın dünyaya nə qədər İslam ölkələri, 57 səhv etmirəmsə İslam ölkələri var. Amma gör İslam nə gündədir, müsəlmanlar görün nə gündədir. 30 il məzlum yaşadıq. Dünyada təkləndik, o 57 ölkədən neçəsi bir-iki dənə istisna olmaqla bizə köməklik elədilər. Və indi də görürsən ki, İslamın 10 minlərlə məzlum xalqlarını şəhid eləyirlər, demokratiya adı ilə, bahanələrlə. Baxırsan ki, özləri müsəlman adlandırırlar. Bir içim su da vermədilər İslam məmləkətlərinə. Amma baxırsan ki, düşmənə trilyonla görürsən ki, pulları verirlər. Adları da nədir? Müsəlman ölkəsi, müsəlman xəlifəsi və oturublar İslam ölkələrin başında Kəbəyə də rəhbərlik eləyirlər. Və İslam bu günə gəlib, elə bilirsiniz bu gün belə olub. İmam Hüseyin əleyhissalam bax bunu istəyirdi ki, dünyaya səs salsın ki, mən bu cürə insanlar, bu cürə sultanların əleyhinə çıxıram. İstəyirdi ki, İslam ümmətin islah eləsin. Odur ki, insan Həzrət Hüseyin əleyhissalamın bu etdiyi qiyamın mənasını bilməlidir, başa düşməlidir. Həzrət İmam Hüseyin əleyhissalamın əgər biz diqqət eləsək kəlamlarında buyurulur ki, İdə ləm yəmuru bima'rufi və ləm yənhavu anil munkar və ləm yəttəbi'ul əxyar min əhli beyti sallallahu aleyhim şirarahum fəyəd'u ində zəlik xayruhum xiyaruhum fələ yüstəcəbu ləhum. Həzrət buyurur ki, əgər bir cəmiyyətdə, İslam aləmində əmr məruf olmasa, əmr məruf nədir? Bax, biz bu günlərim əmr məruf edirik. Yəni, Qur'an eşidirik, Qur'anı dinləyirik, hədis eşidirik, Peyğəmbər əleyhissalamın sünnətindən xəbərimiz var, İmam Hüseyni başa düşürük, məclisə gəlmişik. Bunlar nədir? Bunlar hamısı əmr mərufdur. Yəni, insanlarda Allahı tanıtmaq, Peyğəmbər şücaət, mərdlik, hər bir yaxşılıq ki, əmr mərufdadır. İmam Hüseyin əleyhissalam buyurur ki, əgər bu əmr məruf olmasa, yəni burada nə başa düşürsən? Əmr məruf o deyil, çıxasan minbərdə, yağlı sözlər deyəsən, eşidənlər də desinlər ki, bərəkallah. Görsən ki, bəzi görsən ölkələrdə çıxırlar, hey, təriflər gedir. Allah yaddan çıxır, Peyğəmbər yaddan çıxır. Təriflər gedir. Tərif yox. Qur'an bizlərə cihadı deyib, cihadın elmi tərəfi var, cihadın cismani, ruhi tərəfləri var. Bax, siz bura ki gəlmişsiniz, cihad hökmündəsiniz, İslamın səngərindəsiz. Həzrət buyurur ki, əgər bu şeylər olmasa, وَلَمْ يَنْهَوْ عَنِ الْمُنْكَرِ, əgər insanlar
insanlar pis əməllərdən çəkindirilməsə. Yəni burada biz nə edirik? Biz əqidəmizi İmam Hüseyn əleyhissalamın əqidəsi ilə olduğunu bilmək üçün, onun karvanına qoşulmaq üçün biz bura gəlmişik. Və hədislərdə var, hər kəs İmam Hüseyn əleyhissalamın ki məclisində iştirak edib, qiyamətin günündə Həzrət Hüseyn əleyhissalamın Məkkədən çıxıb Kərbəlaya gəldiyi yerdə nə qədər ki Həzrətlə insanlar olubdur, onlarla məhşur olacaq. Yəni sən İmam Hüseyn əleyhissalamın karvanına qoşulmaq üçün gəlmirsən bura. Ki deyirsən ki, Ləbbeyk ya Hüseyn, mən də sənə qoşuluram ya Hüseyn. Ləbbeyk, gəlmişəm sənin məclisi və səninləyəm. Bax, bu o deməkdir. Həzrət Hüseyn əleyhissalam buyurur ki, hər kəs bu şeylərdən uzaq qaçsa və əhl-i beytdən uzaq düşsə, Peyğəmbər əleyhissalam buyurur ki, hər kəs bu şeyləri eləməsə, mənim əhl-i beytimlə yaxşı rəftar etməsələr, Allah onlardan ən pis insanları gətirib onlara müsəllət eləyər. Yəni bir cəmiyyətdə ki, əmr məruf nəhyəz münkar olmasa, o cəmiyyətdən Allah yaxşı insanları alar, pisləri gətirib onların başının üstünə qoyar, müsəllət eləyər. Odur ki, lazımdır ki, Həzrət Hüseyn əleyhissalamın etdiyi bu şey ki, İslamı insanlara tanıtmaq üçün ki, gəlib Kərbəlaya, məqsədi də bu idi ki, insanlar ki, onu dəvət eləyib Küfə əhli, bundan ötəri gəlirdi ki, əmr məruf eləsin, nəhyəz münkar eləsin. Və bugünkü gün Həzrət Hüseyn əleyhissalam 2-ci Məhərrəm ayının 2-ci günündə Kərbəlaya daxil olur. Bugün Həzrət Hüseyn əleyhissalamın Kərbəlaya daxil olan günüdür. Həzrət öz əhyi əlalı ilə və başının dəstəsi ilə artıq Küfəyə yaxınlaşır, Kərbəlaya yaxınlaşır. Gündə 70-80 kilometr gəlməklə də qeyd elədik ki, gəlib çatır. Bir vaxtı baxır ki, Həzrət Hüseyn əleyhissalam bir Allahu Əkbər sədası gəlir. Həzrət buyurur ki, məgər azan vaxtıdır? Həmin şəxs dedi, yəbnə Rasulillah, mən neçə il bu yoldan gedib gəlmişəm, amma burada ağaclıq görməmişəm. Həzrət buyurdu, nə ağaclıq? Yəbnə Rasulillah, bir baxla səhranın bu tərəfinə ağaclıq görürəm, elə bir bağ, nəsə bir yaranıbdır. Həzrət baxdı, dedi, kim deyər bu yerin adı nədir? Həzrət sonra özü buyurdu ki, bu yerin adı Kərbəladır. Sənin gördüyün o ağaclar ağacı deyil. Onlar qoşundur ki, gəlir bizim üstümüzə. Onların nizələridir ki, görsənir. Bəli, qoşun gəldi, yaxınlaşdıqca gördülər ki, 1000 atlı Hürr ibn Riyahi başçılığı ilə Həzrət Hüseyn əleyhissalama tərəf gəlir, salam verir. Əl-qərəz sözün qısası, ya Hüseyn, sən gərək beyyət eləyəsən, mən onun üçün gəlmişəm. Həzrət Hüseyn əleyhissalam buyurur ki, anam matəmində otursun, mən Peyğəmbər balası olduğumu bilmirsən, mən Peyğəmbər balası şərabxor, itlə oynayan, meymunla oynayan, pozğun işlər görənə itaət eləməliyəm. Başın saldı Hürr aşağı. Düz deyilir, amma çə fayda? Yəbnə Rasulillah, mən əmr olunmuşam, itaət eləməliyəm. Həzrət nə qədər elədi, imkan vermədi. Dedi, icazə verin, mən çıxım gedim başqa tərəfə, olmaz. Gedim öz şəhərimə, olmaz. Gedim qərib ölkəyə, olmaz. Sən beyyət eləməsən, səni buraxmağa icazəm yoxdur. Hürr günlərim gedirsən, İmam Hüseyn əleyhissalamı ki, Kərbəlada saxlayıb, gedirsən onu ziyarət edirsən. Bilirsən niyə? İmam Hüseyn əleyhissalamın üstünə qoşunla gəldi. İmamın balaların qorxuzdular. Xanım Səkinə neynədi? Xanım Rüqəyyə neynədi? O qoşun ki, gələndə qorxusundan gəldilər. Xanım Zeynəbin yanına, bibican gəlirlər deyəsən, bizi əzab eləyəcək, bizi əsir eləyəcəklər. Amma Hürr neynədi? Dedi, ey Hüseyn, əgər mən həqiqətən bilməsəydim ki, sən Fatimənin balasısan, mən səndən başqa cür danışardım. Baxın, zalimin ixtiyarında olan bir qoşun başçısı gəlib Hüseyn əleyhissalamı Kərbəla yolunda, səhranın, çölün düzündə saxlayıb. Amma görün necə ehtiram eləyir ki, sən Fatimənin balasısan, mən sənə heç nə deyəmmərəm, amma sən gərək burada qalasan. Bir ehtiram qəlbində olan bir nur onu hidayət elədi. İlk dəfə Həzrət Hüseyn əleyhissalamı gəlib Kərbəla çölündə qabağın kəsib əsr etmək istəyən şəxs gəldi, Aşuranın gecəsi peşman oldu. Gəldi Hüseyn əleyhissalamın yanına, necə gəldi? Ayaqqabısını çıxartdı, o vaxtı çəkmə deyərlər. Çəkmənin içinə qumları doldurdu, boynundan astı, qılıncı qınından çıxartdı,
əlində tutdu və Qur'anı götürdü, qulamı ilə, oğlu ilə gəlirlər Həzrətin xeyməsinə tərəf. Gəldilər Hüseyn can, qoşun tərəfdən şəxslər gəlir. Dedi, qorxmayın, onlar tövbə eləməyə gəlirlər. Peşman olublar. Yaxınlaşdılar, Həzrət buyurdu ki, ey Əbəlfəz, ged onları qəbul elə. Gəldi, hör Hüseyn əleyhissalamın ayağına yıxıldı. Hüseyn can, ey Fatimənin balası, mən bilməmişəm, səhv eləmişəm. Sən Peyğəmbərin varisisən, 5 tane Əli Əbanın axırıncısan. Aton Əli şəhid oldu. Anon Zəhra şəhid oldu. Qabırğalarını sındırdılar. Anon Zəhranın evinə od vurdular. Anovun haqqın əlindən aldılar. Qardaşın Həsəni zəhərlədi bu ümmət. İndi də bizi göndəriblər ki, səni qətlə yetirək. Hüseyn can, məni bağışla günəm. Mən özümü cəhənnəmlə cənnətin arasında görürəm, seçdim mən cənnətimi. Sənsən mənim cənnətim. Hüseyn can, mən qiyamətin günündə Allah Rəsuluna nə deyə bilərəm? Nənon Zəhranın üzünə necə baxa bilərəm? İmam Hüseyn əleyhissalam tutdu onun qolundan, qalxızdı. Ey hür, sənin anan səni dünyada hür yaradıb və sənə hür adı qoyub. Allah sənin tövbəvi qəbul eləsin. Gəl bizim cərgələrə qoşul. Və ilk dəfə Həzrət Hüseyn əleyhissalamdan ötəri canından keçən həmin hür olubdu. Baxın, o bir həftə müddətində öz səhvini anladı. Amma dünya 14 əsrdə hələm nə Hüseyni tanıyır, nə Yezidi tanıyır. Yezidə rəhmət oxuyurlar. Az eşitmişsiniz, YouTube'larda danışıb qoyublardı. Kim? Həmin o Quran oxuyanlar. Hələm Hüseyni tanımayıblar, nə də Yezidi tanımayıblar. Və həmin hürrüdür ki, milyonla insan gedir bu günlərim Kərbalada həmin hürrü ziyarət edir. Həmin hürrü gəlir Kərbalada Hüseynin qabağını kəsir və Hüseyn əleyhissalam deyir, kəcavələrdən düşün, bura bizim qanımızın axan yeridir, burada bizim başlarımızın kəsilən yeridir. Elə ki, kəcavədən düşməyə başlayırlar, xanım Zeynəb də istəyir kəcavədən düşsün. Amma Əbəlfəz, Əli Əkbər, Qasim, o məhrəmlər ki oradaydılar, hamısı xanımı dövriyə alırlar ki, kəcavədən Əli qızı düşür, kəcavədən Zeynəb düşür. Amma bugün belə oldu. Amma Aşuranın səhəri, sübh vaxtı həmin çöl, başlar kəsilib, başsız bədənlər, düşmən od vurub xeymələrə, hamını da mindiriblər kəcavələrə və üstündə heç bir şey olmayan dəvəyələ mindiriblər. Qalıb xanım Zeynəb, xanımı həmin kəcavədən düşürən oğullar hanı? O oğullar ki, o Əhl-i Beyt ki, o Əli evladları, Fatimə bəlaları razı olmadılar ki, xanım Zeynəb kəcavədən düşəndə onu kimsə görsün. Dəvəni, kəcavəni dövriyə aldılar. Əbəlfəz xanımı kəcavədən düşürdür. Amma bu günlərim başlar kəsilib, xanım dəviyə minmək istəyir. Nə taqəti yoxdur, nə də bir nəfər məhrəm yoxdur ki, xanım Zeynəbi kəcavəyə mindirsin. Onda üzün tutur Kərbalaya, xanım səslənir, ey Əbəlfəz, ey Hüseyn, hardasız, ey Bəni Haşim evladları, qəhrəmanları. Məni 4 tərəfdən bürüyərdiz bir tərəfə gedəndə, çölə çıxanda. Amma indi məni kəcavəyə mindirməyə heç kəs yoxdur. Bax, o xanım Zeynəbdir ki, bu inqilabı yaşatdı, bizlərə çatdırdı. O Peyğəmbərin dizinin üstündə böyümüş xanım Zeynəb, Əli qızı, Fatimə balası, həmin Zeynəbdir ki, bu günləri bu məclisə bais həmin xanımdır. Görün, nə qədər o xanımın izzəti Allahın yanında var ki, bu günlərimdə bizim o şəhidlərimizin ana bacıları həmin yolu gedirlər. Allah and verir ki, o xanım Zeynəbin Kərbalada çəkdiyi müsibətə ilahi bizə bir daha o müharibəni göstərməyinə. Peyğəmbər, Ali Peyğəmbər haqqında bir salavat əliyyə eləyək.